Salam uşaqlar, bu gün sizlər üçün su və xassələri haqqında yeni test topsu üzrə danışacağam. Başlayaq birinci sualdan. Saf su üçün hansı ifadə doğrudur? Birinci deyir, oksigndə yanır. Xeyr, uşaqlar, su oksigeni təbii ki yanmır. B variantı kəskin iyə malikdir. Xeyr, kəskin ilə malik deyil axı. İyisizdir. C variantı rəngsiz mayedir. Bəli, rəngsiz, iyisiz, dadsız mayedir. Biz bilirik də gündəlik məişətdə istifadə edirik. 2. 360 qram suyun elektrozində neçə litr qaz qarışığı alınır? Gəlin birincisi suyu elektroz edək. Alınır hidrogen plus oksigen. Burada görürəm ki, ümumilikdə nə qədər qaz ayrılıb? 2 mol, 1 mol, düzdürmü? Yəni 3 mol qaz ayrılıb. 3 mol qaz neçə litrdir desələr, vururuq 22,4 litrə, yəni 67,2 litr. Görürsən ki, 36 qram su parçalanıb və 67,2 litr qaz ayrılıb. Sənə verib 360 qram. Gör 360 qram nə qədər ayrılar? Bu deyir, yəni 10 dəfə artır da kənara. Onda burada olar 10 dəfə artır. 672. Deməli, doğru cavablar 672. 3. Hansı birləşmələrin su ilə reaksiyasından qaz halında maddə alınmır? Məsələn, verin natrium oksid. Artıq sən bilirsən ki, oksidlər dərsində natrium oksid, əsas oksid su ilə reaksiya daxil olanda yalnız qələvi verir. Deməli, burada alınmır. Bunu götürə bilərəm. 2. Natrium hidrid. Natrium hidrid su ilə reaksiya daxil olanda qələvi, yəni natrium OH plus hidrogen qazını verir. Deməli, burada qaz alındı. Bu lazım deyil. 3-ə baxın. 3 verib etilin. Etilin, belə yazaq elə etilini. Yəni, bu ilə eyni maddədir. Bu CH4 deməkdir. Su ilə reaksiya daxil olanda suyda HOH kimi yazılırlar. Burada alınır C2, H5OH. Deməli, burada birbaşa, yəni spirt alındı. Belə deyək, qaz alınmadı ki. Doğru cavablar 1, 3. C variantı. Kalsium karbiddə asetilin alınması reaksiyası da bilirik. Asetilin alınır. 4-cü sual. Hansı birləşmələrin su ilə reaksiyasından qaz halında maddə alınır? Qaz halında uşaqlar doymamışlar birləşir. Məsələn, bu doymamışdı, bu birləşəcək bir də. Məsələn, 2-dən başlayıb, flördür. Su ilə reaksiyaya daxil olanda alınır burada H flör plus oksigen. Görürsən, burada H flör turşusu alındı. Deməli, 2 doğrudur. Burada nə alınır? Məsələn, burada daha doğrusu qaz soruşur. Qaz soruşsa, burada oksigen qaz ayrıldı. Yəni, bunu da götürə bilərəm, təbii ki. İndi yazıram 3-cü reaksiyanı. İndi su ilə reaksiyasını yazım. Burada nə alınır? Alüminium hidroksid plus CH4. Yəni, metanın alınması idi da bu. Alkanlar dərsinə keçmişik. Burada metan qaz ayrıldı. Deməli, buradan da ayrılacaq. 2, 3, Y variantı. Keçək indi 5-ci suala. 5-ci sualda hansı birləşmələrin su ilə reaksiyasından qaz halında maddə alınmır? Yenə uşaq bu reaksiyaları təbii ki, bilməlidir. Natrium, deməli, hidrid su ilə bayaq yazdıq ki, nə verir? Natrium hidroksid plus hidrogen qazı. Deməli, burada qaz ayrıldı. Bunu götürə bilmərəm. Ondan sonra keçirəm P2O5-ə. P2O5 uşaqlar su ilə 3 cür reaksiya daxil olurdu. Bunu artıq bilməliyik. 1 0 dərəcədə, 1 20, bir də 100 dərəcədə. 0 dərəcədə nə alınırdı? Alınırdı metafosfat, yəni HPO3, yəni turşun özü alınırdı. 20 dərəcədə nə alınırdı? Pirofosfat, H4, P2O7. 100 dərəcə isə orta fosfat turşusu, H3PO4 alınırdı. Yəni, burada qaz ayrılmalıdır ki, deməli, bunu da götürə bilərəm. Elə bunu götürə bilərəm. Kalsium karbid verib. Kalsium karbid, bayaq dedim ki, asetilin alınması reaksiyasıdır. Plus H2O. Buradan alınır kalsium OH2 plus C2H2. Yəni, bu C2H2 qazdır. Deməli, buradan alınır. Bunu götürə bilmərəm. Barium oksiddə uşaqlar, əsas oksiddə, o da sudan reaksiya daxil olur. Qələvi əmələ gətirir. Yəni, barium OH 2 əmələ gətirəcək. Burada yəni qaz əmələ gəlmir. 2 və 4. C variantı. 6. Hansı metal su ilə reaksiya daxil olmur? Təbii ki, passiv metal daxil olmur. C variantı. 7. Hansı maddənin su ilə reaksiyasından turşu alınır? Uşaqlar, burada mənim flör gözümə dəyir. Çünki burada flör birbaşa su ilə reaksiya daxil olanda alınır H flör. Bax, burada turşu alınır, plus oksigeni çıxardır. Yəni, burada turşu verin H flördür.
8. Hansı maddənin su ilə reaksiyasından turşu alınır? Yenə məsələn uşaq burada halogendir. Məsələn burada halogenlərdən bir dənə yod girmir. Qalan xlordur, bromdur. Bunlar turşunu verir uşaqlar. Məsələn xlor adi şəraitdə su ilə reaksiya daxil olanda H xlor alınır, plus H xlor alınır. İndi qızdıranda məsələn temperaturdan eləsək burada O3 alınır. H xlor O3. Yəni hər iki ehtimalda turşu alınır. Keçək indi 9-cu suala. Su üçün hansı ifadə doğru deyil? Baxaq, bütün turşu oksidi ilə qarşılıq təsirdə olur. Xeyr. Məsələn, silisium oksid bəli. Biz bilirik ki, bu turşu oksidi, düzdürmü? Turşu oksidi su ilə reaksiya daxil olub turşu əmələ gətirir. Amma yeganə turşu oksidi, silisium oksidi su ilə reaksiya daxil olmur. Deməli, bu ifadə səhvdir. 10-cu sual. Su üçün hansı ifadə doğru deyil? Baxaq, deyir ki, əksər turşu oksidi ilə reaksiya daxil olur. Bəli, əksər turşu oksidi ilə reaksiya daxil ola bilir. B variantı elektroz etdikdə bayaq yazımda hidrogen və oksigen alınır. Bəli, adi şəraitdə mayedir. Təbii ki, bunu bilirsiniz. D variantı bax, deyir ki, qələvi torpaq metalı ilə yalnız qızdıranda reaksiya daxil olur. Xeyr uşaqlar, bu qələvi metaldır, qələvi torpaq metallardır. Bunlar aktiv metaldır axı. Aktiv metalda su ilə adi şəraitdə şiddətlə reaksiya daxil olur. Yəni bunun qızdırmağa heç ehtiyac yoxdur temperatura. Adi şəraitdə girir onsuz. D variantıdır səhv. 11. Hansı metallar adi şəraitdə su ilə reaksiya qarşılıq təsirdə olur? A variantı məsələn üçün gümüş verib. Gümüş pasiv metal, reaksiya daxil olmaz. B variantdan mis verib. Mis reaksiya daxil olmaz sudan, nə oksidi, nə özü. C variantda civə verib. Civə də daxil olmaz. D variantı, bax görürsən, ikisi də aktiv metaldır. Kalsium, litium. Aktiv metallar birbaşa daxil olur. D variantıdır elə. 12-ci sual. Hansı qeyri-metallar adi şəraitdə su ilə qarşılıq təsirdə olur? Gəlin baxaq. Məsələn üçün, karbon, kükürt. Burada karbon daxil olur. Hidrogen alınması reaksiyasına bilirik də, karbonla hidrogen nə verirdi? CO plus H2. Kükürt daxil olmur. B variantda kükürdü çıxırsan. C variantında bəli, hər ikisi daxil olur. Bax yazıma xlor 2 plus su. Nə alındı burada? H xlor plus H xlor O. Yəni temperatur fərqi olarsa burada O3 də alınır. H flor da, daha doğrusu flor da su ilə nə verirdi? Florid plus oksigen. Burada oksigen nə edirdi? Oksiləşdirirdi. -2-dən 0-a gəldim. Bunu elə bilə dedim təbii ki. İndi keçək uşaqlar 13. Hansı maddə ilə suyun keyfiyyət tərkibi eynidir? Keyfiyyət tərkibi eynisə, deməli bunlar eyni atomlardan ibarət olmalıdır. Məsələn üçün, baxın, D variantına baxın, hidrogen peroksid. Bax, suyu da yazıram, hidrogen peroksid də yazıram. Hər ikisində hidrogen, oksigen var. Yəni keyfiyyət tərkibi eynidir. Deməli 14. Hansı maddənin su ilə reaksiyasından oksigen ayrılır? Bayaqdan yazıram. Elə burada flor yazıram. Bax flor indicə yazdım ki, su ilə reaksiya daxil olur. H flor plus oksigen. Bax oksigen qazını verir. Deməli flordur. Deməli 15-ə baxaq. Nə deyir bizə? Hansı maddənin su ilə qarşı təsirinə hidrogen alınmır? Məsələn, başlayaq xlordan. Xlor təbii ki, hidrogen burada ayrılmayacaq. Niyə? Burada H xlor plus H xlor O alınır. Burada 2 dənə nə alındı? Turşu alındı. Yerdə qalanlardan hamısından ayırır uşaqlar hidrogeni. Deməli, baxaq 16. Hansı reaksiyadan su alınmır? Baxaq. Su alınmırsa, məsələn, burada mənim gözümə Y variantı deyil. Niyə? Biz demişdik ki, əsasdan amfoter metallar nə verir? Hidrogen verir də. Hidrogen alınması reaksiyası idi ya. Yazırdıq natrium OH plus sink. Burada nə alınır? Alınır natrium, deməli, natrium 2, sink, oksigen, natrium sinkat plus hidrogen. Burada su ayrılmır ki, hidrogen qazı ayrılır. Elə doğru cavablar Y. Yerdə qalanlarda hamısında uşaqlar su ayrılacaq. Reaksiyaları bilməlisiniz. 17-ci sual. 17-ci sual. Hansı reaksiyadan su alınmır? Yenə bu da həmçinin eyni sualdır. Məsələn üçün, burada nə alınır? Natrium karbonat plus oksigen qazı ayrılır. Elə burada A variantı. Burada oksigen qazı. Yerdə qalanların hamısında su ayrılacaq. Hamısında H2O ayrılır. 18. Hansı qazı suyu sıxışdırıb çıxarmaq üsulu ilə şüşəsinə yığmaq olar? Deməli uşaqlar, bu su ilə reaksiya daxil olmamalıdır.
bunları yığmaq olursa, bunlar su ilə reaksiya daxil olmur. Su ilə reaksiya daxil olmursa, məsələn, oksigen reaksiya daxil olmur. Keçək 19. Hansı qazı suyu sıxışdırıb çıxarmaq üsulları sınaq şüşəsini yığmaq olar? Yığmaq olarsa, yenə deyirəm, bunlar su ilə reaksiya daxil olmasın. Burada su ilə reaksiya daxil olmur, məsələn, azotdur. Bu qədər sadə. Su ilə hidrogendir, oksigendir, azotdur, nəcib qazlardır. Bunlar su ilə reaksiya qarşı təsirdə olmur. Keçək indi 20. Hansı qazları suyu sıxışdırıb çıxarmaq üsulu ilə sınaq şüşəsinə yığmaq olmaz? Bu o deməkdir ki, su ilə reaksiya daxil olur. Məsələn üçün, baxaq, hidrogen dedik ki, reaksiya daxil olur. Bunu yığmaq olar. Bir də NO-nu yığmaq. Bir dəqiqə, NO dedim mən. NO-nu bəli yığmaq olmaz da. Çünki bunlar su ilə reaksiya daxil olur. Amma H-xlordur, xlordur. Bunları yığmaq olar. Daha doğrusu olmaz. Çünki su ilə reaksiya daxil olurlar bunlar dərhal. 21. Hansı qazları suyu sıxışdırıb çıxarmaq üsulu ilə sınaq şüşəsinə yığmaq olmaz? Olmaz deyirsə, bunlar təbii ki, su ilə reaksiya daxil olmalıdır ki, bunları yəni birbaşa su ilə təmas eləsək, su ilə reaksiya daxil olur, da başqa bir maddə alınır da, ona görə yığa bilmirik biz. 21-də nə olacaq cavab? Məsələn, 2-yə baxın. Məsələn, NO2 su ilə reaksiya daxil olur, bir də karbon qazı su ilə reaksiya daxil olur. Demək, bunları yığmaq olmaz. 22. 8 qram deməli, birinci reaksiyanı yazaq. Plus oksigen alınacaq burada 2 mol su. İndi uşaqlar 8 qram hidrogen neçə mol demək? 4 mol. Yazıram 4 mol hidrogen. 33,6 litr neçə mol demək? Yəni 33,6-nı bölürsən 22,4-ə, bu da edir 1,5 mol. Deməli oksigen də burada 1,5 moldur. Düzdürmü? Özü neçədir? Ayda bir dəqiqə. Özləri neçədir? 2, 1 nisbətinə, düzdürmü? İndi baxaq. Görürəm ki, nəyə görürəm burada? Görürəm 2 mol hidrogen sərf olunanda nə qədər oksigen sərf olunur? 1 mol, düzdürmü? Sənə verib 4 mol. Görək 4 mol nə qədər sərf olunar? 2. Tapdım burada 2 mol oksigen sərf olunur. İndi burada nə deyir? Burada məsələ başqadır. Artıq deyir ki, hansı artıq qalır? Aha, bax, deyir ki, biri reaksiya daxil olur, tam reaksiya daxil olur, digəri artıq qalır. Deməli, uşaq məntiqi işə saldı. Bax, 4 mol hidrogen verir, 1,5 mol oksigen. Təbii ki, burada hansı artıq qalar? Molu çoxlan artıq qalar da, düz deyil? Yəni, burada 4 mol böyükdür. Yəni, burada hidrogenin molu oksigenden böyük. Yəni, oksigen sərf olunar, gedər. Yerdə, nə bilim, hidrogen sərf olunar, olmaz. Amma yerdə qalacaq axı. Çünki bunun molu çoxdur. Deməli, nağdı bilirsən ki, burada oksigenlər getdi, hidrogen qaldı. İndi baxırsan, görürsən ki, 1 mol oksigen sərf olunanda 2 mol hidrogen reaksiya daxil olur. Bəs 1,5 mol verib bizə. Görək 1,5 mol oksigen nə qədər sərf olunar hidrogen. Tapdım burada 3 mol hidrogen sərf olunar. İndi bax 4 idi, düzdür? Bunun 3'ü sərf olundu. Neçəsi qaldı? 1 mol hidrogen qaldı. Всё. C variantı. Keçək 23-cü suala. Hansı əsas metalın su ilə qarşılıq təsirindən alınır? Təbii ki, uşaqlar aktiv metallarında. Aktiv metalların təsirindən nə alınırdı? Qələvlər. Deməli, keçək 24-də 45 qram suyun elektrozindən neçə litr qaz qarışığı alınır? Baxaq, hidrogen, suyun elektrozidir. Burada alınır hidrogen plus oksigen. Əmsalları qoyduq. Görürəm ki, 36 qram su parçalananda neçə mol qaz qarışığı alınır? 3 mol. Yəni 22,4-ə vursan edir 67,2 litr. Yəni 36 qrama 67,2 litr qaz qarışığı ayrılır. Sənə deyir, bəs 45 qram su versəm nə qədər ayırarsan? Bu da neçə edir uşaqlar? Bura 1,5 dəfə artır. 67,2-ni də 1,5-ə vuranda eləyəcək 84. Deməli, 84 litr qaz qarışığı ayrılır. Y variantı. Keçək 25-ci suala. 25-ci sualda hidrogen, oksigen və su ilə reaksiya daxil olan hansı maddədir? Baxaq. Məsələn üçün, misdir uşaqlar. Mis daxil olmaz. Alüminiumda alüminium hidrogendən daxil olmaz. Xlordur, məsələn, oksigenlə reaksiya daxil olmaz. Amma kalsium aktiv metal. Hidrogendən girir, hidrit verir. Oksigenlə girir, oksit verir. Deməli, su ilə verir, su ilə reaksiya daxil olub qələvi verir. Təbii ki, metanda heç biri birləşməyə daxil olmur.
26. Hidrogen, oksigen və su ilə reaksiyaya daxil olan maddəni göstərin. Bu da həmin sualdır uşaqlar. Məsələn, burada misoksid. Misoksid hidrogenlə reaksiyaya daxil olur, amma oksigenlə sudan reaksiyaya daxil olmur. Ona görə bu getdi. Məsələn üçün baxaq. B variantında hidrogenlə reaksiyaya daxil olmur, amonyak, amma oksigendir, suda reaksiyaya daxil olacaq. Deməli, baxaq C variantında məsələn üçün sudan daxil olur, yerdə qalandan daxil olmur. D variantında məsələn üçün karbon qazı oksigenlə reaksiyaya daxil ola bilmir. Amma Y-yə bax, Y-dən hidrogenlə girir, bəli. CH4 verir də, qaz verir, düzdürmü? Məsələn, oksigenlə girir, nə alınır? Karbon qazı. Sudan da reaksiyaya daxil olur, alınır dəm qazı plus hidrogen. Hamısından girir. Deməli, doğru cavab nədir? Y variantı. 27-yə baxaq. 27-də deməli, nə deyir? Deməli, su verib, üstünə kalsium hidrit gəlib. Kalsium hidrit su ilə reaksiya daxil olanda nə əmələ gəlir? Əsas əmələ gəlir. Kalsium OH 2 plus hidrogen qazı, düzdür? Ondan sonra verib kalsium metalı. Kalsiumla hidrogen su girəndə reaksiya nə alınır? Alınır kalsium OH 2 plus hidrogen. İndi burada nə deyir bizə? Deyir ki, X-i tap. X-i tapdım, onsuz kalsium OH2. Y-i tapdım nə? Hidrogen. C variantı. Keçək 28-ci suala. 28-ci sualda yenə bu da həmçinin eyni sualdır. Sudur, natrium hidrit verib. Natrium hidritdən nə alınacaq? Alınacaq natrium hidroksid plus hidrogen. Boş natriumla suyun da reaksiyasından alınacaq natrium OH plus hidrogen. Yəni qələvi plus hidrogen. Natrium OH plus hidrogen haradadır? D variantında. Deməli, baxaq 29-a. Eyni kütlədə götürülmüş suyun aqreqat halının keçidlərində həcmin dəyişməsi. Deməli, uşaqlar, bunu yadınıza saxlayın ki, bura yazım. Deməli, mayedən bərkə, bərkdən qaza keçəndə həcm artır, həcm, belə deyək, V artır, sıxlıq azalır, yəni ρ azalır. Bunu bilək, azalır. İndi baxıram, deməli, neçəyə baxdım? 29-a. Deməli, burada deyir ki, birdən, yəni buzdan keçib buxara. Yəni, neyiniyib? Bərkdən qaza keçib. Neyiniyib? Dedim, artır da. Deməli, 1 gedəcək artıra. Ay artıra gedir 1. Burada yazım az. Deməli, ikinci görürəm ki, buxardan, qazdan keçib nəyə? Mayeyə. Təbii ki, burada azalar da. Deməli, bu azalar. Mayedən bərkə keçib. Görsən, mayedən bərkə, buz bərkə aldadıq. Yəni, mayedən bərkə keçən neyinir? Artır. Deməli, burada gedər 3. 1, 3, 2. Haradadır? C variantında. Keçək indi qazların niyə həcmi ən çox? Biz bilirik ki, yəni qazlar ən çox həcmə malikdir. Məsələn, deyim ki, tutaq ki, mayəni bir qaba töksən, maye tutaq ki, burada tutaq ki, yerini tutacaq. Bu qədər yer tutacaq. Amma sən bu qabın içində qaz töksən, bu qazın molekulları çoxdur axı, bütün qabı əhatə edəcək. Fikirləş də, ona görə qazın həcmi ona görə ən çox götürülür. Keçək indi 30-cu suala. X plus Y Z reaksiyasında X yanmağa kömək edir. Artıq sən bunu bilməlisən ki, yanmağa kömək edən qaz oksigen qazdır. Deməli, A getdi, B getdi, D getdi. Ondan sonra deyir ki, Y yanan qazdır. Və Z isə yanğını söndürən mayedir. Yanğını söndürən maye təbii ki, sudur da, biz bilirik. Deməli, Z-ə CO2 verib, NH3 verib, bir də CO verib. Yerdə nə qaldı? Yerdə qaldı C variantı bir dənə. Deməli, hidrogen nə imiş? Yanan qaz imiş. Doğrudan da hidrogen də yanır. 31-ci sual. Baryum oksid plus H-xlor reaksiyasında baryum xlorid X buradan alınır, H2O. Deməli, söhbət sudan gedir. Baxaq indi ifadələrə. Nə deyir bizə? Adi şəraitdə iysiz mayedir. Tamamilə razıyam. 2. Natrium ilə reaksiya daxil olmur. Xeyr uşaqlar, natrium ilə çox şiddətlə reaksiya daxil olur hətta adi şəraitdə. Bu ifadə səhvdir. Qələvi torpaq metalı ilə reaksiyasında hidrogen alınır. Bəli, qələvi torpaq metalları ilə su birbaşa neyinir? Hidrogen ayrılır. Bayaqdan reaksiyasını yazıram. Qələvi plus hidrogen ayrılır. Deməli, 3 isə doğrudur. 1, 3. B variantı. 32-ci sualda
Deməli, misoksid hidrojenin reduksiyasından alınır burada x su alınır da. İndi baxaq su üçün hansı ifadə doğrudur, onu soruşur. Deməli, molyar kütləsi 32 qram bölünsün moldur. Xeyr uşaqlar, suyun kütləsi neçədir? 18. 32 deyil ki, demək bu səhvdir. Adi şəraitdə qazdır. Xeyr, adi şəraitdə su maye haldadır da, bilirik. Adi şəraitdə dadsız, iysiz, şəffaf mayedir. Bəli. Dadsızdır, iysizdir və şəffaf mayedir. Bəli. 33. Kalsium oksid plus H xlorda alınır kalsium xlorid plus X olacaq su. İndi deyir ki, su üçün hansı ifadə səhvdir? Gəlin baxaq. Bunun cavabları hardadır? Deyir ki, adi şəraitdə maye haldadır. Tamamilə razıyam da mayedir. Karbonla reaksiyasında karbonat turşusu əmələ gətirir. Xeyr. Karbonla nə əmələ gətirirdi? CO plus hidrojen əmələ gətirir də. Qaz əmələ gətirirdi. Sink oksidlər reaksiya daxil olur. Xeyr uşaqlar. Biz demişik, aktiv metalların oksidləri ilə su reaksiya daxil olur. Yerdə qalanlardan daxil olmur. Deməli, 2, 3 səhv ifadə oldu. B variantı. 34. Hansı halda hər iki reaksiyanın tənliyi səhv göstərilib, yəni doğru deyil. Deməli, burada yazıb qəşək-qəşək mis plus su. Hələ utanmaz temperatur da verib. Uşaqlar fərqi yoxdur, ya temperatur olsun, ya olmasın. Ümumiyyətlə, pasiv metal su ilə reaksiya daxil olmur. Deməli, bu səhvdir. İndi bizə verib misoksid plus su. Biz bayaq dedim ki, bayaq deyəndə, yəni indi dedim. Dedim ki, aktiv metalların oksidləri su ilə reaksiya daxil olur. Yerdə qalan bütün oksidlər su ilə reaksiya daxil ola bilmir uşaqlar. Deməli, misoksid ümumiyyətlə heç sudan birləşə bilməz. Deməli, bu da səhvdir. Doğru cavab olacaq burada A variantı. Yerdə qalanlarda təbii ki, düz olur da reaksiya. Bunlar səhvdirsə. 35-ci sual. Deməli, maddəni su verib, reaksiya daxilini verib, natrium hidrid. Və deyir ki, burada X qaz ayrılıb. Görürsən, natrium hidrid plus hidrogen reaksiyasının, su reaksiyasından bilirsən ki, burada hidrogen qaz ayrılır. Deməli, X nədir? Hidrogen. Yazsın bura. Plus təbii ki, qələvi də ayrılır. Natrium OH. Ondan sonra deyir CH4. CH4-də deməli, CH4 plus su. Burada nə alınırdı? Hidrogen alınması reaksiyası. CO plus H2. Deməli, burada CO da alınır. Bu da qazdır, bu da qazdır. Yəni, indi cavabda hansını veribsə, təbii ki, 10 götürəcək biz. Ondan sonra deyir ki, su ilə, bax, bir dəqiqə, su ilə nə verib bizə? Çöküntü. Burada nə alınır? Aluminium, OH3. Aluminium OH3 nədir? Çöküntüdür də. Deməli, Z nədir? Aluminium OH3. D getdi, Y getdi, B getdi. Ondan sonra hidrogen, X dedik hidrogendir. Burada C'də amma natrium OH verib. Yerdə nə qalır? A variantı. Deməli, burada CO-dur. 36-ya baxaq. 36-da nə deyir bizə? Bu da eyni sualdır. Yenə kalium hidriddən, yəni natrium hidrid, kalium hidrid fərqi yoxdur ki, burada hidrogen qazı ayrılır. Deməli, B getdi, D getdi. Kalsium karbiddən, bayaq yazdım, kalsium karbidin su ilə reaksiyası. Burada alınır asetilin qazı, C2H2 qazı. Deməli, Y C2H2-dir. Yəni, C getdi, yerdə qaldıq A-dan Y arasında. Burada nə alınır? Burada deyir, bərk maddə alınır. Bərk maddədə burada təbii ki, kalsium hidroksid alınır da, reaksiya daxil olanda. Ona görə burada NH3 verib. Bu alınmır, axı heç NH3-ə aid bir şey yoxdur. A variantı. 37. Baxaq 37-yə. Nə deyir bizə? Birinci və ikinci qablarda bərk, üçüncü qablarda maye halda olan maddə var. Deməli, qablara su əlavə etdikdə birinci qabda eyni cinsli qarışıq əmələ gəlir. Eyni cinsli qarışıq əmələ gəlirsə, deməli, bu suda gözəl həll olur. Özdəki, yəni belə deyək, hissəciklər gözdən seçilmir. Və bizə deyir ki, birinci qabda bərk maddə, düzdür? Deməli, A-nı çıxaram, B-ni çıxaram, C-ni çıxaram. Çünki bunların hamısı mayedir, mayedir hamısı. Spirtdir, bir də sirkə turşusudur. Bunlar mayedir. Glukoza bərk haldadır. Qaldıq D-dən Y arasında. Deməli, yəni birinci nağdı bilirəm ki, bu glukozadır. İkinci qabda asetilin ayrılır. Baxın uşaqlar, asetilin nə vaxt ayrılır? Məsələn, kalsium hidrid, kalsium karbid yazıram bayaqdan. Kalsium karbid su ilə reaksiya daxil olanda asetilin alınır da burada. Bayaqdan deyirəm. Deməli, ikinci qabda kalsium karbid var imiş. Üçüncü qabda deyir, qızma baş verir uşaqlar. Yadınızda saxlayın ki, qatı sulfatın üzərinə su tökmək olmaz. Tökülsə belə orada çox şiddətli qızma baş verir və başlayır ətrafa saçılmağa, yəni təhlükəli bir şeydir. Ona görə doğru cavablar Y variantı. Keçək 38-ci suala. 38 də eyni tipli sualdır. Deməli, birinci, üçüncü qablarda mayedir.
Mayedirsə, avtomatik burada C getdi, çünki bu bərk haldadır. Qablarda deməli su əlavə etdikdə birinci qabda eyni cinsli qarışıq alınır. Eyni cinsli qarışıq alınırsa, deməli belə deyək, suda həll olur, həm də ki, belə şəffaf bir şey alınır. Ona görə gözdən seçilmirik, eyni cinsli deyilsə. İkinci qabda hidrogen ayrılır. İkinci qabda hidrogen ayrılırsa, məsələn üçün mən nəyi götürərəm? İkinci məsələn verib kalsium hidrit verib. Bax burada məsələn üçün Y-ni çıxaram. Burada məsələn üçün D-ni çıxaram. Niyə? Çünki burada nə alınır? CH4 qazı ayrılır, düzdür? Burada götürmək olar natriumu. Qaldıq bunun C-ni çıxmışam, ümumiyyətlə heç natriumu da götürə bilmərəm. Burada qaldıq A-dan B arasında. Bəli, kalsium hidritlə suyun reaksiyasında qələvi plus hidrogen alınır. Deməli, bunu götürə bilərəm. Üçüncü qabda isə müxtəlif cinsli qarışıq alınırsa, burada müxtəlif cinsli alınırsa, məsələn, mən B-ni götürə bilərəm. Burada anilin verib. Anilin yağ-tər bir mayedir. Yəni, belə deyək, elə bir suyun, yağ necə suyun üzərində qalır, biz görürük. Anilin də eləsək, o cürdə yağ-tər maddədir, suyun üzərində qalır. Yəni, müxtəlif cinsli qarışıqdır. 39. Su molekulu və hidroksiyonium ionu üçün hansı ümumidir? Deməli, suyu yazıram, bir də hidroksiyonium ionun yazıram. Nə deyir bizə? Deyir ki, hidrogen atomlarının sayı, xeyr, sayı bərabər deyil. Axı, birində 2-dir, birində 3. Deməli, bu səhvdir. Hidrogenin oksidaşma dərəcəsi. Bəli, hidrogenin oksidaşma dərəcəsi burada müsbət 1-dir, burada müsbət 1. Demişdir, hidrogen, deməli, metaldır, silisiumdur, bir də bordur. Burada uşaqlar mənfi bir oksidaşma dərəcəsi göstərir. Qalan bütün birləşmələrdə müsbət göstərir. Deməli, elə doğru cavab B variantı ümumi olan. 40-cı suala baxaq. Su molekulu və hidroksiyonium ionu yenə H2O verib, yenə H3O verib. İndi burada nəyə soruşur bizdən? Yenə ümumi olan soru. Deyir, oksigenin valentliliyi. Burada suda 2 valentlidir. Amma H3O, yəni hidroksiyonium ionunda deməli, oksigen 3 valentli olur. Bir də dəmir qazının 3 valentli olur. Nisbi molekul kütlələri. Xeyr, nisbi molekul kütləsi əlbəttə ki, fərqli olar da. Çünki birində hidrogen sayı artıqdır. C. Kimyəvi rabitənin yaranmasında iştirak edən elektron. Xeyr, uşaqlar, məsələn, suda 4 elektron iştirak edir. Burada isə 6 elektron iştirak edir. Niyə? Çünki burada 3 dənə, məsələn, belə yazsaq suyu. Burada hər rabitənin yaranmasında 2 elektron, düzdürmü? Burada 4 elektron. Burada da 3 dənə var da. Məsələn, oksigen bu formada yazılır. Yəni 1, 2, 3, 4, 5, 6. 6 dənə də burada. Yəni, hər rabitənin yaranmasına 2 elektron sərf olunur. Demək, bu da səhvdir. Oksigenin oksidaşma dərəcəsi, bəli, oksigenin oksidaşma dərəcəsi -2 dərəcəsində. Çünki oksigen demişdik ki, o flor 2-də müsbət 2, kənara çıxma. O2, flor 2-də müsbət 1, bir də H2O2-də peroksidlərdə -1. Qalan bütün birləşmələrdə -2 oksidaşma dərəcəsi göstərir. Doğru cavablar Y variantı. Keçək indi 41-ci suala. Deməli, nə verib bizə? Natrium xlorudun elektrolizi. Natrium xlorudun elektrolizini gəlin yazaq. Burada uşaqlar alınır katodda hidrogen, anodda xlor, məhlulda isə qələvi alınır. Natrium OH alınır. Yəni, X-i tapdım, burada natrium OH. Deyir ki, indi burada X-i natrium OH-da, təbii ki, burada da X verib, natrium OH. İndi deyir ki, Y-i elə bir maddə götür ki, natrium OH alsın. Gəlin baxaq. Məsələn üçün, Y-i götürə bilərəm mən. Natrium OH-ları çıxaram Y-lərdə. Bir də natrium oksid çıxaram. Çünki bu birbaşa, belə deyək, yəni burada qaz ayrılıbsa, natrium oksiddən ayrılan bilməz qaz. Yerdə qaldıq C-dən, A-dan Y arasında. A variantında natrium xlorat verib. Burada dedim natrium xlor alınır da, X düzdür. Burada da peroksid verib. Burada da dedim natrium hidroksid. Doğru cavablar Y variantı. 42-yə gəlin baxaq. 42-də deməli, burada da eyni reaksiyadır. Burada bir dənə kalsium OH alınır. Elektroliz nəticəsində məhlulda. Nə deyir bizə? Burada da kalsium OH2-dir, X olduğu üçün. Y-i elə bir maddə götürüm ki, kalsium OH2 alınsın və plus hidrogen də versin mənə. Çünki hidrogen də ayrılıb. Məsələn üçün, X-i onsuz tapmışam kalsium OH2. Ona görə bu getdi, bu getdi, bu getdi. Yerdə qaldıq B və D arasında. Əgər mən kalsium oksid götürsəm, burada birbaşa kalsium OH2 alınardı. Amma hidrogen çıxmaz. Çünki burada hidrogen verib. Birbaşa qələvin özü alınır, oksidindən. Deməli, doğru cavab B. Bəli, natrium kalsium hidritdən hidrogen almaq olur.
43-cü sual. Hansı reaksiyada həm oksigen, həm də turşu alınır? Gəlin birinci yazaq. Bax, su verib mis nitratın elektrolizi. Bir dəqiqə. Mis nitratın elektrolizini gəlin yazaq. Burada nə alınır uşaqlar? Bax, katodda zəif metal deyə özü alınır. Anodda oksigen alınır. Məhlulda isə turşunun özü, yəni HNO3 alınır. Deməli, burada həm turşu alındı, həm oksigen alındı. Deməli, bunu götürə bilərəm. Keçək indi 2-yə. 2-də yazıram kalsium xlor 2 plus su elektrolizini verib. Deməli, katodda alınır kalsium, anodda alınır xlorun özü. Üzərinə gəlsin kalsium OH2 əsas alınır. Deməli, burada nə oksigen alındı, nə turşu alındı. Deməli, bunu götürə bilmərəm. H2O-dan nəyi verib? Flor verib. Burada nə alınır? Oksigen alınır plus bir dəqiqə. Burada alınır H flor. Həm oksigen, həm də turşu alınır. Deməli, 3 də doğrudur. 1, 3, C variantı. Keçək indi 44-cü suala. Hidrogen, oksigen verib. Deyir ki, bunlar reaksiyaya daxil olur. Hidrogen plus oksigen alınır. 2 mol su. Aha, deyir ki, kütlələr bərabərdir və başlanğıcda ümumilikdə 17 Na sayda molekul var. Yəni, qısacası desək, 17 mol qarışıq var maddədə. Demək, kütlə bərabərdirsə, uşaqlar. İndi biz azı çoxa çatdırıq da, belə. Ən çox burada kütlə oksigendir, yəni 32-dir kütləsi. İndi hər ikisini 32-yə çatdırsam, mən bunu neçəyə vururam? Bunu 16-ya vururum, bunu da 1 mola vururum ki, düzdür. Kütlə neçə? 16 vurulsun 2, neçə edir? 32 qram, bu da 32 qram. Kütlələr bərabərləşdi. Onun üçün mollara baxıram. 16 mol, bu da 1 mol. 17 mol şərtini ödədi. Yerdə nə qaldı? İndi baxıram. Deməli, 16 mol oksigen, buraya yazım, 16 mol oksigen neçə qramdır? 32 qram. Düzdür, yazım 32 qram. Oksigen də 1 mol oksigendə 32 qramdır. Burada yazım 32 qram. İndi altından da öz qiymətlərini yazıram. 2 mol hidrogen daxı, deməli bu 4 qramdır. Bu da 32 qramdır. Deməli, deyir ki, reaksiyada alınan suyun kütləsini tapın. Uşaqlar, burada sərf olunana, 2 dənə verilən varsa məsələdə, biz baxırıq tam sərf olunana görə. Görəm, burada oksigen tam sərf olunub da. Niyə? Bu 32 qramdır, 32 qramdır, düzdür? Reaksiya tam sərf olunub. Deməli, yazaram ki, oksigenə görə 32 qram oksigen sərf olunanda 2 mol, yəni 36 qram su ayrılır. Bəs 32-yə nə qədər ayrılar? 36. Deməli, suyun kütləsini tapdım, 36. Keçirəm indi artıq qalan maddəyə. Təbii ki, burada artıq qalan maddə, bir dəqiqə bunu sildim, 32 idi bura. Artıq qalan maddə hansıdır? Hidrogendir, 32 qramdır, düzdürmü? Qabda. Bunun 4 qramı sərf olunur. Nə qədər qalır? 32 çıxılsın 4. 28 qramı artıq qalır. Oksigen də dedim, tam sərf olunur da. Bax, 32-də 32 getdi, sıfıra düşdü bu. Deməli, 36-28 A variantındadır. Keçək indi, bir dəqiqə, 45-ci suala. Deməli, su verib, natrium, kalsium, natrium hidrit. Gəlin reaksiyasını yazaq. Deməli, su ilə tam reaksiyası daxil olan malın hər birinin miqdarı 1 moldursa, reaksiyaya daxil olan maddələr deyir ki, 1 mol götür. Yaxşı. Birinci götürəm natrium plus H2O. Burada alınır natrium OH plus H2. İndi əmsalları bir dənə göz yetirək. Burada məsələn üçün metala 2 qoysam, bura 2 düşər, onda burada 2 düşər. Əmsalları qoydum. Ondan sonra keçirəm, kalsiumdan yazıram. Kalsium plus su. Burada nə alınacaq? Kalsium hidroksid plus hidrogen. İndi bunun əmsalına baxım. Bunun əmsalında bir dənə suya 2 düşsə, şərtim ödənir. Ondan sonra götürəm natrium hidrit. Natrium hidrit su ilə reaksiya daxil olanda alınacaq natrium OH plus hidrogen. Burada da heç molamol gedir, ehtiyac yoxdur. Axı mənə şərtdə deyir 1 mol götür, düzdür? Yazıram ki, 2 mol natrium reaksiya daxil olanda nə qədər, neçə litr alınıb hidrogen? 22,4 litr alınıb, düzdürmü? İndi burada 1 mol verir, bax, deyir. 1 mol nə qədər olar? 11,2. Tapdım bunu 11,2. Deməli, A getdi, B getdi, D getdi. Yerdə nə qaldı? Onsuz bunlardan hamısı 1 mol götürülüb də, normalda. Yəni, burada da 22,4 litr alınıb. Deməli, 22,4, 22,4 Y variantı.
46-cı sual. Bu da eyni sualdır. Baxın, eyni sual. Prosta bir dənə natrium yerinə kalium qoyub, bir də kalium hidrid yerinə kalium hidrid qoyub, natrium hidridin yerinə. Yəni eyni sualdır. 46-da da indi tapdım 11,2, bir də 22,4, 22,4 hardadır? Y variantında məsəl üçün. Daha doğrusu B variantında. Deməli, 47-ci sual. Reaksiya daxil olan suyun mol sayını soruşur, cəmlərini soruşur. Gəlin, kalsium verib. Kalsium su ilə reaksiya daxil olanda alınır. Kalsium OH2 plus hidrogen. Əmsallara baxsaq, bir dənə bura hidrogen düşəcək. Vəsiyo. İndi keçirəm kalsium oksidə. Kalsium oksid su ilə reaksiya daxil olanda kalsium OH2 əmələ gəlir. Vəsiyo. Burada mollara ehtiyac yoxdur. Keçək indi kalsium hidridə üzərinə su gəlsin. Burada alınır kalsium OH2 plus hidrogen. Əmsalları bir dənə bura 2 açsaq, burada bir dənə 2 düşəcək. İndi nə deyir bizə? 1 mol deyir ki, kalsium götürmüşəm. Bəli, 1 mol kalsium götürəndə nə qədər su sərf olub? 2 mol. Tapdım X-ı 2 mol. İndi deyir kalsium oksidi 3 mol götür. Onda bunu 3 mol götürsəm, su nə qədər olar? Bu da 3 mol olar. Deməli, Y-i tapdım 3 mol. Z-ə baxaq. Z-də kalsium hidrid verib. Onda deyir ki, 4 mol götür. Bunu 4 molsa, bu da olar 8 mol. Z-də olar 8. Bunların cəmi 13. İndi uşaqlar keçək 48-ci suala. Deməli, bizdən nə deyir? Reaksiya daxil olan qazları verib. Bir dəqiqə yazaq. Hidrogen plus oksigen. 2 mol su alınır. Burada 2 molda hidrogen reaksiya daxil olur. Və bizə deyir ki, yenə kütlələr bir-birinə bərabərdir. Gəlin uşaqlar, azı çoxa çatdıraq. Artıq mən burada bilirəm ki, burada 17 Na verib. Yəni 17 Na 17 mol deməkdir. İndi burada məsələn üçün mən hidrogenə 16 qoysam, oksigenə 1 mol qoysam, bax 16 mol hidrogen eləyir 32 qram, 1 mol oksigen eləyir 32 qram. Gördük ki, burada şərt bizə ödədir. Düz deyil, 32 qram, 32 qram. Baxırıq, görürük mollara. 16 mol, bu da 1 mol, 17 mol. Bu şərti də ödədir. İndi hesablamaya keçək. Deməli, 16 mol hidrogen eləyir 32 qram, 1 mol oksigen 32 qramdır. Öz kütlərini də yazıram bura 4 qram, 32 qram. İndi bizə nə deyir? Deyir ki, hidrogen, bax, birinci qrafikdə. Deyir ki, hidrogen 16 moldan düşüb neçəyə? 12 mola. Bax, 16 mol hidrogenin var, düzdür. Amma 16-ya düşmür, baxı, 14-ə düşüb. Niyə? Çünki burada 4 qram hidrogen var. 4 qram hidrogen, yəni burada 4 qram qoyuram bura, burada 2 mol hidrogen var, düzdür? 16 mol idi, qardaş. Bunun 2 mol sərf olundu. Neçə mol qaldı? 14 mol. Deməli, bu qrafikdə olmalı idi 14. Bu qrafik sərfdir. Keçirəm ikinci qrafika. Bizə deyir ki, oksigen tam sərf olunub. Doğrudan da baxın, burada 32 qram verib, 32 qramda onsuz reaksiya daxil oldu. Yəni bunlar tam sərf olunur. Deməli, ikinci qrafik doğrudur. Ondan sonra keçək üçüncü qrafika. Onsuz mən A-nı neçə tapmışam? 32, düzdürmü? 32. Üçüncü qrafikdə verib A plus 4. Yəni necə olacaq? 32 plus 4. Eləyəcək 36 qram su. Doğrudan da uşaqlar 36 qram su alınır da burada. Deməli, üçüncü, belə deyək, qrafikdə doğrudur. Doğru cavab olacaq 2 və 3 C variantı. Keçək indi 49-cu suala. 49-cu sualda yenə eyni sualdır. Yenə başlanğıc qarışıqda mol sayını verib 17-na. Kütlələr bərabərdirsə, azı çoxa çatdır. Bunu neçəyə vur? 16-ya. Bu da 1 mol olmalıdır təbii ki. Deməli, yazıram hidrogen plus oksigen. Alınıb burada 2 mol su. 2 mol hidrogen yerib. Yazıram 32 qram, 16 mol hidrogen, yəni 1 mol oksigen 32 qramdır. Öz kütlərini də yazıram bura. 4 qram, bu da 32 qram. Mənə nə deyir? Deyir ki, hidrogen A-dan düşüb 28, yəni deyir ki, 28-ə dayanıb. Baxaq, uşaqlar 32 qram hidrogen var qabda. Təbii ki, bunun 4 qramı sərf olunur da normaldır, düz deyil. Yəni 32-dən çıx 4-ü neçə eləyəcək? 28. Deməli, doğrudan da burada 28 qram hidrogen sərf olunur. Yəni birinci qrafik tamamilə doğrudur. İndi keçək 2-yə. Oksigen deyir ki, A qramdan 16-ya düşüb. Baxaq, bu səhvdir. Niyə? Çünki 32 qramın
32 qramı tam sərf olunur. Yəni bu düşməli idi bayaqki kimi. Bax bu. Burada qrafik var idi ya. Bax bu belə olmalı idi. Tam sərf olunmalı. Deməli, bu da səhvdir uşaqlar. Keçək indi 3-cü qrafika. Deyir ki, sıfırdan su 2 mola qalxır. Təbii ki, burada 2 mol su alınıb da. Deməli, doğru cavab budur. 1 və 3. B variantı. Keçək indi 50-ci sual. Deyir, ikinci qabı neçə qram natrium oksid əlavə etmək lazımdır ki, tarazlıq pozulmasın. Bax, bizə tərəzi verib. Deyir ki, elə bir şeylər ki, tarazlıq pozulmasın. Yaxşı. Verib 12 qram natrium hidrit. Görürəm ki, burada su. Mən bilirəm ki, natrium hidrit su ilə reaksiya daxil olur. Alınır burada natrium OH plus hidrogen qazı. Ondan sonra nəyə diqqət etməliyəm? Görürəm bu qabda təsəllüf belə bir qabdır. Qabda əgər hidrogen ayrılıbsa, deməli bu qazda uçub gedəcək. Deməli məhlulun kütləsi azalacaq. Yazaram ki, 24 qram natrium hidrit reaksiya daxil olanda neçə qram qaz uçur gedir? 2 qram hidrogen qazı, düzdürmü? Bizə verib 12 qram natrium hidrit. Görək 12 qram reaksiya daxil olsa, neçə qram belə deyək qaz uçub gedər? Olacaq burada 1 qram hidrogen uçub getdi qabdan. İndi 12 idi, düzdürmü? Belə deyək də, yəni maddə kütləsinin saxlanması qanununa əsasən reaksiya daxil olan maddələr, reaksiya alınan maddənin belə deyək, kütlələri bərabər olur, düzdür? İndi burada qazın biri uçdu getdi, 1 qram uçdu getdi. 12 qram var idi qabımda, 1 qram da uçdu getdi. Nə qədər qaldı? 11. Deməli mən bura istəyir burada nə bilim başqa bir maddə versin, fərqi yoxdur. Mən bura 11 qram maddə əlavə etməliyəm ki, mənim tarazlığım pozulmasın. Deməli doğru cavab olacaq A variantı. Keçək 51-ci suala. Bizə nə deyir? Deyir ki, natrium vermişəm, 2 mol, kalsium vermişəm, 2 mol su ilə tam reaksiyasından əmələ gələn hidrogenin mol sayını cəmini hesablayın. Gəlin baxaq. Birinci natrium ilə suyun reaksiyasını aparıram. Buradan alınır natrium hidroksid plus hidrogen. İndi mollara baxsaq, 2 mol bura düşəcək, 2 mol suya düşəcək, 2 mol da natrium OH-a. Keçirəm ikinci reaksiyanı yazıram. Yazıram kalsium plus hidrogen, daha doğrusu su. Alınır burada kalsium OH2 plus hidrogen. İndi bunun əmsallarına bir dənə baxaq. Bir dənə bura 2 düşür füsyon. İndi nə deyir bizə? Deyir ki, kalsiumda, natriumda 2 mol götür. Onsuz natrium 2 mol reaksiya daxil olub. 2 mol natrium reaksiya daxil olanda görürəm 1 mol hidrogen burada əmələ gəlir, düzdürmü? Ondan sonra keçirəm kalsiuma. Kalsium 1 mol sərf olunur. Bax, gəlin bunu 2 mol eləyək. Bunu 2 mol eləsəm, su olacaq 4 mol, bu olacaq 2 mol, hidrogen də olacaq neçə? 2 mol. Onda 1 plus 2 olacaq. Yəni ümumilikdə 3 mol hidrogen ayrılacaq. Keçək 52-ci suala. 52-ci sualda deyir, son zamanlar bəzi avtomobillərdə yanacaq kimi hidrogen qazından istifadə edilir. Hidrogenin yanması nəticəsində su əmələ gəlir və ayrılan istiliyin bir hissəsi elektrik enerjisi şəklində bateriyalarda toplanır. Ona görə hidrogen qazı ekoloji baxımdan təmiz enerji mənbəyi hesab olunur. Bir avtomobil mühərrikində hər saatda 6 mol hidrogen qazı sərf olunur. 1 saatda əmələ gələn suyun kütləsini hesablayın. Gəlin birinci hidrogen deyir, su deyirsə, bunun bir dənə reaksiyasını yazaq. 2 mol H2O. Deməli, bizə deyir ki, hər saatda 6 mol hidrogen qazı əmələ gəlir, düzdürmü? Yazırsan ki, 1 saatda 6 mol hidrogen əmələ gəlir. Düzdür, 6 mol. Təsəlli burada 6 mol hidrogen əmələ gəlir. Səndən suyun kütləsi, əmələ gələn suyun kütləsini soruşur. Onsuz 2 mol hidrogen belə deyək, sərf olunanda 2 mol su alınır, düzdürmü? Sənə verib 6 mol. Görək 6 mola nə qədər olar? Elə 6 mol. Deməli, 52-də doğru cavab nə olacaq? 6. İndi sənin prost kütləsini soruşsa, 6 mol suyun kütləsi neçə qramdır? 18-ə vurarsan, eləyər 108 qram. Doğru cavab olar 108. 53-cü suala baxaq. Deməli, yenə hidrogen yanıcı ilə işləyən avtomobilin mühərriki hər saatda 4 mol hidrogen sərf edir. Mühərrikdə hidrogenin yanmasında su əmələ gəlir. Yaxşı, birinci bir dənə hidrogeni yandıraq. Bir dənə suyumuzu alaq buradan. Əmələ gəlir və alınan enerjinin bir hissəsi bateriyalarda elektrik enerjisi toplanır. Bura lazımdır. Ümumiyyətlə bu proses faydalı və ekoloji cəhətdən təmizdir, yaxşı nağıldır. Avtomobil gün ərzində 30 dəqiqə işlək vəziyyətdə olduğu məlumdursa, bu zaman müddətində neçə qram su əmələ gəlir? Baxaq. Deməli, bizə deyir ki, hər saatda, yəni 1 saatda 4 mol hidrogen əmələ gəlir.
30 dəqiqəni soruşur, düzdürmü? Gəlin birinci 1 saatı dəqiqəyə çevirək. 1 saat neçə dəqiqədir? 60 dəqiqə. Bu 60 dəqiqədə 4 mol hidrogen istifadə olunursa, 30 dəqiqəyə nə qədər istifadə olunur? Burada olacaq 2 mol. Tapdıq ki, burada 2 mol su nə olacaq? İstifadə olunacaq. İndi bizdən nəyi soruşur? Demək, avtomobil bu zaman neçə qram su əmələ gələr? Və çıxımı da verib 90%. Gəlin hesablayaq. Deməli, onsuz bilirəm ki, 2 mol su neçə qramdır? Deməli, 18-ə vur, eləyir 36 qram. İndi 36 qramın 90%-i praktik çıxımıca, elə 90%-ni hesabla da. 36 vurulsun 90, bölünsün 100. 5-ə ixtisar getsə, bura eləyər 18, bura eləyər 20, yenə gedər 9, 10. Bu da eləyər, deməli, 324 bölünsün 10. 324-ü 10-a bölsən, bu neçə eləyər? 32,4. Deməli, suyun kütləsi olacaq 32,4 qram. 54-cü suala baxaq. Deməli, müxtəlif üsul ilə alınan oksigen qazının suya vurulması həm suyun oksidləşməsi, həm də suyun təmizlənməsi proseslərində mühüm rol oynayır. Oksigen qazının suya qarışması nəticəsində oradakı zərərli mikroorqanizmlər parçalanır və nəticədə su təmizlənir. Bir su təmizləmə stansiyası suya gündəlik 40 mol oksigen qazı əlavə edir. Praktik çıxım 80% olarsa, bu miqdarda oksigen neçə litr su elektroliz almaq olar? Sadə sualdır uşaqlar. Bizə 40 mol neçə faizdən verib? 80%dən, düzdürmü? Sən bunu çatdır 100%. Gör 100% nə qədər olar? 50. Tapdım burada oksigeni 50 mol, düzdürmü? İndi gəlirsən suyun elektrolizini yazırsan. Yazırsan 2 mol su elektrolizdən də 2 mol hidrogen plus oksigen alınır. Düzdürmü? Görsən ki, 50 normalda 2 mol su elektrolizdən də 1 mol oksigen əmələ gəlir. Bəs 50 mol 50-yə nə qədər olar? X. X neçə edir? 100 mol. Tapdım burada 100 deyirəm, 100 bəli. 100 mol su. İndi bizə kütlədən soruşursa, yazarsan ki, daha doğrusu litrdən soruşur. 100 mol su neçə qramdır? 18 qram. Uşaqlar, biz bilirik ki, qramı milli kimi də götürə bilərik də suda, düzdür? Edir burada 1800. Tapdım 1800 milli, yəni yenə deyirəm, qramı milli kimi götürmək olar. 1800 milli su. İndi sən litrlə soruşursa, neçəyə bölməlisən? Bilirik ki, 1 litr 1000 millidir, düz deyil. Bölərsən 1000-ə, bu deyir neçə? 1,8. Deməli, 1,8 cavab. Bunun başqa üsulları da var. Başqa üsullardan da eləmək olar. Şort bölməsində paylaşıram. 55-ci sual. Hidrogenlə oksigenden ibarət qaz qarışığının qapalı qabda reaksiyasına 54 qram su əmələ gəlib. Yaxşı yazıram. Hidrogen plus oksigen alınır. 2 mol su. Deyir ki, 54 qram su alınıb. Yazıram 54 qram su alınıb. Normalda neçə qram alınır? 36 qram. Bizə deyir ki, reaksiyadan sonra 32 qram oksigen qazı artıq qalıb. İlkin qarışıqda neçə mol oksigen olub? Gəlin baxaq. Deməli, uşaqlar, görürəm ki, normalda 1 mol oksigen sərf olunur, düzdürmü? 1 mol oksigen sərf olunanda 36 qram su əmələ gəlir. Bizə 54 qram deyil axı su əmələ gəlir. Görək 54 qram əmələ gəlsə, neçə mol oksigen sərf olunur? Deməli, bura 1,5 dəfə artıb, bu deyir neçə? 1,5 mol. Tapdım, deməli, oksigenin molunu 1,5 mol. Ondan sonra bizə verib 32 qram oksigen artıq qalıb. 32 qram oksigen ilə 1 mol demək deyil, düzdür? 1,5 mol da sərf olunub baxı. Deməli, bunun əvvəl neçəymiş? 1 dəqiqə. Deməli, bu əvvəl 2,5 mol olub, düzdürmü? Yenə deyirəm, 1,5 tapdığın sərf olunanı. Deyir ki, 32 qram da artıq qalıb. 32 qram oksigen ilə 1 mol deməkdir. 1 mol burada, 1,5 mol burada. Bu da edir 2,5 mol. 56-cı sualda yenə eyni sualdır. Deməli, hidrogenlə oksigen yenə verib. Deyir ki, 72 qram su əmələ gəlib. Yazırsan ki, 1 mol oksigen sərf olunanda 36 qram su əmələ gəlir. Deyir bizə 72 qram axı. Görək 72 qram əmələ gəlsə nə qədər? Daha doğrusu bizə hidrogen soruşur. Elə hidrogen yazaq.
Deməli 2 mol hidrogenə yazıram. 36 qram su əmələ gəlir. 72 qram suya nə qədər əmələ gəlir? Daha doğrusu sərf olunur. 4 mol hidrogen. Tapdım 4 mol hidrogen, düzdürmü? Bu 8 qram hidrogen neçə mol deməkdir? 4 mol hidrogen deməkdir. 4 mol hidrogen artıq qalıb, 4 molu sərf olunub. Yəni 4 plus 4 qabda nə qədər olub ki? 8 mol deməli hidrogen olub da. Keçək indi 57-ci suala. Deməli, bizə verib natrium, kalsium, natrium hidridin su ilə reaksiyasında 1 mol maddə, deyir ki, yəni su ilə 1 mol maddə qarşı təsirdə olarsa, reaksiyanın cəmi neçə mol su əmələ gəlir? Birinci natriumla reaksiyanı yazaq. Natrium plus su alınır. Natrium, hidroksid plus hidrogen. Nə misallar yazsaq 2, 2, bura düşər, burada bir dənə 2 düşər. Keçək indi kalsiuma. Kalsium plus H2O, burada alınır kalsium, OH2 plus hidrogen. Burada bir dənə 2 düşər. Keçək natrium hidridə. Natrium hidriddə molamol gedir. Plus natrium OH plus hidrogen. İndi deyir ki, 1 mol maddə girsin. Düzdürmü? Görün burada 2 mol natrium girib. 2 mol natrium reaksiya daxil olanda 1 mol hidrogen əmələ gəlirmi? İndi bizə deyir 1 mol maddə daxil olsun. Görək 1 mol nə qədər əmələ gəlir. Bu da eləyər 10/5. Tapdım bura 10/5. Ondan sonra burada heç yazmaya ehtiyac yoxdur. Elə 1 mol kalsium reaksiya girib, 1 mol hidrogen əmələ gəlib. 1 mol burada 10/5-də tapdım. Ondan sonra keçəm natrium hidridə. Natrium hidrid 1 mol reaksiya daxil olanda 1 mol da hidrogen əmələ gəlib. Onda 1 mol da burada. Bu da edir 2/5. Keçək 58-ə. Yenə natrium verib, natriumu sildim. Deməli natrium verib, natrium hidridi yazım, plus su alınır, natrium OH plus hidrogen. Ondan sonra kalsium hidriddən verib, kalsium hidrid plus su alınacaq burada, kalsium OH2 plus hidrogen. Bir dənə suya burada 2 düşəcək, bir dənə də burada hidrogenin 2 düşəcək. Yenə bizdən eyni şərti verib. Deyir ki, 1 mol maddə reaksiya daxil olsun. Yenə görürəm, burada 2 mol natrium reaksiya daxil olub. 2 mol natriuma 1 mol oksigen alınıb. Bəs 1 mol natrium reaksiya daxil olsun nə qədər olar? 10/5. Birincisini tapdım. 10/5. Üzərinə gəlsin. Onsuz 1 mol natrium hidridə 1 mol hidrogen alınır. Düzdürmü? Üstünə gəlsin 1. Yenə üstünə gəlsin. Kalsium hidrid 1 mol reaksiya daxil olanda nə qədər hidrogen alıb? 2 mol. Yazışam bura. Bu da eləyir 3/5 cəmi. Keçək indi 59-cu suala. Yenə həmin sualları veriblər. Yenə baryumla reaksiyasını verib. Baryum plus su. Alınacaq burada baryum hidroksid plus hidrogen. Bir dənə misallara baxsaq, bir dənə suya 2 düşəcək. Su. Keçək baryum oksidən. Baryum oksid plus H2O. Burada nə alınır uşaqlar? Baryum OH2. Füsu. Baryum OH2. Burada heç əmsala ehtiyac yoxdur. Ondan sonra qaldı baryum hidrid. Baryum hidriddə su ilə reaksiya daxil olanda alınır baryum hidroksid plus 2 mol hidrogen. Bəli, 2 mol hidrogen. Bayaq yazdım kalsiumdan. İndi bizə nə deyir? Deyir ki, baryum 2 mol girsin. Yaxşı. Baryum 1 mol düzdür. Bunu da 2 eləyim. 2 mol baryum girsə, onda 2 mol da hidrogen girer. Alınır. Tapdım 2 mol hidrogen. Üzərinə gəlsin. Deyir baryum oksid 1 mol girsin. 1 mola reaksiya daxil olan suyu deyir. Bu bir dəqiqə. Bir dənə geri verim. Deyir ki, baryum bir dəqiqə. Deməli, deyir ki, baryum 2 mol reaksiya daxil olsun. Bax, 2-ni qoydum bura. Əgər bu 2 dəfə artsa, bu su 4 olacaq da. Deməli, 4 mol su olacaq. Üzərinə gəlsin. Ondan sonra baryum oksid deyir 1 mol girsin, düzdür? 1 mol baryum oksid reaksiya daxil olunda 1 mol su sərf olunur. Üzərinə gəlsin 1. Baryum hidrid deyir ki, 3 mol olsun. 3-ü mən bura qoysam, onda su olar 6 mol. Всё. Neçə edir? 11. Doğru cavab olacaq 11. Keçək 60-a. Bərabər kütlədə götürülmüş kalsium və oksigenin reaksiyası zamanı maddələrin biri tam sərf olunur. Yazaq. Kalsium plus oksigen alınır. Kalsium
oksid, əmsallaşdıraq. Və biri tam sərf olunarsa, digərinin neçə faizi reaksiya daxil olur. Bizə bərabər kütlə demir. Onda gəl bunu. Bax, bunun kütləsi neçə qramdır? 80 qram. Bunun kütləsi neçə qramdır? 32 qram. Onda gəlin bərabər kütlə deyirsə, çatdıraq da. Elə bunu 80-ə çatdıraq. 80 qram, bu da 80 qram. Всё. İndi çatdırdım, bərabərləşdirdim. Çünki bizə bərabər kütlə deyir. Kalsium və oksigenin reaksiya zamanı deyir, maddələrdən biri tam sərf olunur. Doğrudan da bax, burada kalsium 80 qramdır, 80 qramda tam sərf olunur. Yəni kalsium getdi. Şərtimin biri ödəndi. Deyir ki, neçə faizi reaksiya daxil olur. Bax, qardaş 80 qram qabda oksigen var, düzdürmü? Bunun 32 qram reaksiya daxil olur da. Neçə faiz edir? 32 bölünsün 80 vurulsun 100. Bu deyir 40%. Keçək indi 61-ə. 61-də deməli kalsium hidrit verib 32 qram, az miqdarda su ilə reaksiyasından sonra qalan bərk kütləni verib. Bir də bərk kütlədə oksigen kütlə payını soruşur. Bərk kütlə nədir burada uşaq? Bax, kalsium hidritdən, kalsium hidrit plus hidrogen. Yazdım bura kalsium OH2 plus hidrogen 2 mol 2 mol. Yazdım bura. Buradakı bərk kütlə bu da alınan bərk kütlə, düzdür? Kalsium OH2. Yəni bu belə deyək, oksigen bunun tərkibindədir. Gəlin görək, bax bunun hidrogen dərəsini izah elədim onsuz. Görək bu kalsium hidrit ilə kalsium OH2 arasındakı fərq nədir? Baxaq da. Deməli yazırsan kalsium H2, böyle tərəfdən yazılır. Deməli buradan alınır kalsium OH2, düzdürmü? Bax burada bir dənə kalsium var, burada da bir dənə kalsium var. Burada 2 dənə hidrogen var. Bax, kalsium hidrogenində də, hidroksidə 2 dənə hidrogen var. Bəs buradakı fərq nəyə görədir? Bax, buradakı oksigenə görədir də fərq, düzdür? Yəni bu 40 qramla kalsium 32 qram kalsium hidrit arasındakı 8 qram fərq yoxdur ki, bax 40 çıxsın 32. Burada 8 qram fərq var. Bu fərq oksigenə görədir də. Yəni burada sən tapmısan oksigen kütləsini. İndi səndən nəyə soruşur? Kütlə payını soruşmur. 8 qram oksigen tapdın, 40 qram da ümumi kütlədir, bərk kütlə. Oksigenli bərk kütlə, düzdürmü? 8 bölünsün 40 vurulsun 100. Bu deyir 20%. Yəni bunun uzun bir həlli lazım deyil. Belə şifayə də tapmaq olar. İndi isə keçək 62-ci suala. Deməli, bu da bayaqkılar kimdir? Uşaqlar deyir, reaksiya daxil olan maddəni verib. Hidrogen və oksigen. Yəni birinci reaksiyanı yazaq. Hidrogen plus oksigen. Burada nə alınır? 2 mol su. Aha, bizə deyir ki, 17 Na, yəni 17 mol ümumi qaz qarışığı var. Kütlələr də bizə verib A qram, yəni bərabərdir kütlələr. Gəlin azı çoxa çatdıraq yəni. Bunu neçəyə vururum? Hidrojeni mən 16-ya vursam, oksigeni 1-ə vursam, burada həm 17 Na şərtini ödəyəcəm, həm də kütlələrin bərabər şərtini ödəyəcəm, düzdür? 16 mol hidrogen eləyəcək 32 qram, 1 mol oksigen eləyəcək 32 qram. Yəni deyirəm 16 qramı tapdın hidrogen, o da eləyir 32 qram, 1 mol da oksigen elədi 32 qram. Tapdıq. İndi yazırsan bura 32 qram, bu da 32 qram. Öz kütlərini də altdan yazırsan. 4 qram hidrogen reaksiyası daxil olur. Burada da 32 qram hidrogen daxil olur. Yazdıq. Ondan sonra nəyə diqqət edirsən? Birinci qrafikə baxırsan. Görürsən verib hidrogen kütləsi A qramdan müəyyən bir miqdarda sərf olub, X-ə dayanıb. A-nı neçə tapmısan? 32. Yazırsan bura 32. Ondan sonra düşünməlisən. Bax, burada görürsən müəyyən bir miqdar qram sərf olunub. Bu sərf olunan qram nədir? Buradakı 4 qramda, düz deyil. 4 qram hidrogen sərf olunur. 32 qram idi, bunun 4 qramı sərf olunur. Nə qədər qaldı? 28. Deməli, sən X-i tapdın, 28. Keçirsən Y-ə. Y-ə görsən ki, su verib, düzdürmü? Yazırsan ki, Y onsuz məlumdur. Burada 2 mol su alınır, o da 36 qram edir. Yenə də yazıram. Bax, 32 qram oksigen sərf olunanda 36 qram su alınır. Sənə verib 32 qram axı. Gör 32 qram reaksiya daxil olsa nə qədər alınır? Eləyər bu da neçə? 36 qram. Y-i tapdın 36, X-ın da 28. Bunların cəmini soruşur. 36 plus 28. Bu da eləyər 64. İndi keçək 63-ə. Bu da onun uşaqlar, belə deyim, yarım olun verib də. İndi o birində 17 verib, burada 8,5. Onda sən yarısına düşür də. Necə ki, bura bayaq 16 hidrogen, belə deyək, 1 mol oksigen qoymadım. İndi yarısını veribsə, sən bunu 8 ilə, bunu 10,5 ilə, eyni şeydir də. Deməli, bax, kütlələr bərabər verib sənə. Bunu götürsən 8 mol,
Bunu da götürsən 10-da 5 mol. Ümumiyyətlə kimyada elə bir rəqəmlər qoyurlar ki, sizin qarşınıza hesablama rahat olsun. Yəni orada bir qəribə bir rəqəm alınmır ki, deyəsən ki, bunu tapmaq olmur. Sadəcə bunu görmək lazımdır. Kimyada bu cür məsələlər, yəni yerinə qoymaqdan rahat tapmaq olur. Deməli bu 8 qram, 8 mol hidrogen neçə qram elədi? 16 qram. 10-da 5 mol oksigen elədi, 16 qram. Tapdıq ikisində 16 qram və mənim mol sayım da ödədi. Düzdür, 8 mol bu, 10-da 5 mol. Yəni 8,5 şərtini ödədim. Bir dənə reaksiyan yazıram. Hidrogen plus oksigen alınacaq burada 2 mol su. Yenə yazıram uşaqlar. 16 qram hidrogen verib, düzdürmü? 16 qram da oksigen verib. Özlərinə qədər reaksiya daxil olur. Deməli 4 qram, bu da 32 qram. A-nı neçə tapmısan? Bax, buradakı A-nı 16 tapmışam. Gəlsən qoyursan yerinə 16. 16-dan müəyyən bir miqdar azalıb da reaksiya daxil olub. Yəni 4 qram reaksiya daxil olub. Bu 16 idi, normaldır. Qabında 16 qram hidrogen var. Bunun 4 qram reaksiya daxil olur. Nə qədər qalıb? 12. Deməli X-i sən tapdın 12 qram. Keçirsən suya. Yenə deyirəm 32 qram normalda oksigen reaksiyası daxil olur. 32 qram oksigen reaksiyası daxil olanda 36 qram su alınır. Bizə verib 16 qram axı. Görək bu 16 qram nədən alınır? Neçə qram alınır? 18 qram. Düzdürmü? Yazacağıq ki, burada deməli burada səhv getdim. Çünki burada suyu belə deyim yarısını verib də. Burada yarısını verib. Burada olmaydı 2 qram. 2 qram reaksiya. Çünki 10-da 5 mol daxı 2 qram bu eləcəkdə 14. Yəni X-i tapdım 14. 14 bu da 18. 14 plus 18 bu da eləyəcək 32. Doğru cavab olar 32. Keçək 64-ə. Deməli deyir ki, X ilə bir maddə götürür ki, həm qələvi alsın, həm hidrogen alsın. Məsələn, mən X-ə götürə bilərəm kalsium hidrid. Nə bilim, götürə bilərəm aktiv metal. Məsələn, kalium hidrid götürə bilərəm. Natrium hidrid veribsə onu götürə bilərəm. Bunun üstünə su gələndə nə alınır? Qələvi plus hidrogen alınır. Yəni kalium OH-da alınır. Deməli, 1-ə gedər A. 2-yə gedər C. İndi ikinciyə baxaq. Deyir ki, Y elə bir maddə götürür ki, yalnız nə alsın burada? Qələvinin özü. Məsələn, burada götürə bilərəm barium oksid. 2-yə gedər B variantı. 3-ə gedər Z ilə bir maddə götürürüm ki, burada ancaq turuş alınsın. Məsələn üçün SO2 turuş oksidi, düzdürmü? Bir də P2O5, bu da turuş oksidi. Turuş oksidi su ilə reaksiya daxil olanda biz bilirik ki, turuş əmələ gəlir D, bir də Y-ni götürmək olar. Bugünkü suallar bura qədər uşaqlar. İnşallah növbəti videoda ətraflı yazılı cavab tələb olunan tapşırıqlar mövzusunu ətraflı şəkildə izah etməyə çalışacağam.